Salam hər kəsə. Bu gün sizlə 27 apreldə keçirilən 9-cu sinif buraxılış imtahanında Azərbaycan dilindən qrammatika suallarına baxmaq istəyirəm. Deməli, A variantıdır sualımız. Başlayaq birincidən. İcbar növ feilləri müəyyən elə. Deməli, A variantı ütülət, mişarlat və möhürlət. Bilirik ki, icbar növ feillər bir şəxsin digər bir şəxsə hərəkəti və yaxud işi icbari yaxud məcburi şəkildə gördürməsindən yaranır. Deməli, burada A variantını şagirdim düzgün götürübdür. A variantı düzgündür. Sonra köməkçilik hissələrinə aid sözlərin işlənmə ardıcıllığını müəyyən edin. Əlbəttə olacaqdır modal söz. Dünyanı qadınlar idarə edir, lakin olacaq bağlayıcı. Tarixçilər ancaq kişilərin adlarını bilirlər, ancaq burada olacaq ədat 1, 2, 4 olmalıydı. Düzgün cavab səhv götürübdür. 29-cu sualda verilmiş cümlə ilə bağlı uyğunluğu müəyyən edin. Getmək istəmirdim, ancaq o israr etdi. Doğrudur. Tərkib hissələri bağlayıcı ilə bağlanmışdır, bəli. Ancaq bağlayıcısından bağlanıb. Həmcins xəbərli sadə cümlə deyil. Çünki mən getmək istəmirdim, o israr etdi. Bu səhvdir. Tərəflər arasında bərabər hüquqluluq var. Bu düzgün cavabdır. Düzdür. Amma yanlışın altında deyə götürməyəcəyik. Tərkib hissələnən biri şəxsiz cümlədir. Bu səhv olan fikirdir. Səhvdən səhvi düzdən düzü götürsək 1 ilə 4 olacaq cavab. Düzgün işarələyib. Biri ismi birləşmədir. İsmi birləşmə olduğunu bilmək üçün deməli ikinci tərəfə baxmaq əsasdır. Qaça-qaça gələn bu feildir. Daha doğrusu feil sifətdir. Yarışda qalib gəlmək məstərdir. Oxuyanda feili bağlamadır. Oxumadan feili bağlamadır. C düzgün işarələnib. Ələyim sözündə bitişdirici samit işləndiyini nəzərə alaraq hansı fikirlər doğru olar? Ələyim, onda belə olacaq da. Ələmək sözünü biz necə götürə bilərik? Ələk, üstəgəl im şəkilçisi, düzdür, ələk, mənim ələyim. Bir də ki, icazə verin, mən bunu ələmək, üstəgəl im, ortada da bir y bitişdirici samiti. Burada im əmr şəklinin şəxs sonluğudur, ələmək feildir. Y da bunları bitişdirir. Yəni, bu birinci variantda yazdığım ələyim, sözün kökü ələmək, bir də ona qoşulmuş əmr şəxs sonluğundan götürmək lazım olacaq. İki leksik bir qrammatik şəkilçisindən ibarətdir. Əl, ələ. Xeyr, iki leksik deyil, bir leksikdir. Əvvəlində mənim əvəzliyi işlənə bilər, işlənə bilməz. Təsriflənən feildir, əmr şəklindədir, düzdür. Birinci şəxsin təkində işlədilib, düzdür. Feili xəbərin ifadə vasitəsi ola bilər, düzdür. 3, 4, 5 olmalıydı C variantı. Hansı cümlədə bütün sözlərin yazılışı ilə tələffüzü fərqlidir? Bəz sözündə heç bir fərqlilik olmayacaq, A getdi. Arazın sözündə heç bir fərqlilik olmayacaq. Süleymanda fərqlilik olmayacaq. Kəndə fərqlənmə olmayacaq. Qonaqlarda Q, X-ya keçəcək. Gələcəkdə K, İ-yə keçəcək. C variantı düzgün hesab olunmalıdır. Şəxs əvəzliklərinə aid düzgün fikirləri müəyyən eləyəsi olsaq, şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur. Bu əvəzliklərin bir qismi hallana bilmir. Məndən, səndən, ondan, bizdən, sizdən, onlardan. Bu səhv fikirdir, çünki hamısı hallanır. Üçüncü şəxsi bildirən əvəzliklər insan, heyvan və cansız əşyalara aid ola bilər. Düzgündür. Cümlənin yalnız mübtədəsi ola bilər. Səhvdir. Mən və biz əvəzlikləri yəlik halda digər əvəzliklərdən fərqli şəkilçi qəbul edir. Bəli, mənim və bizim, yəni 5 düzdür, 3 düzdür və 1 düzdür. 1, 3, 5 cavab olmalıydı. A variantı səhv götürüb. 34-də baxası olsaq, havanın təmizliyi sağlamlığın birinci şərtidir cümləsində mübtədə nə ilə ifadə olunmuşdur? Sağlamlığın birinci şərtidir. Nə? Havanın təmizliyi isimləşmiş sifətlə götürüb, amma səhv variantı ismi birləşmə ilə havanın təmizliyi üçüncü növ təyin söz birləşməsidir. Y variantı olmalıdır düzgün cavab. Düzəltmə sözlər sırasını müəyyən eləyin. Duman, bu da kökdür, dumanlı. Oxumaq sadədir. Daraq düzəltmədir. Yəni A deyil. Ölçülü, qayğıkeşlik, bağlantı bizim cavabımız olacaq. Ölç, ölçü, ölçülü, qayğı, keşlik, bağ, bağla, bağlan, bağlantı B variantı olacaq. C variantında qardaş sadə sözdür.
D variantında çəməndən sadə sözdür. Y variantında çəhrayı və sürməyi sadə sözlərdir. Sürməyi gözlər. Sürmə düzəltmədir. Üzr istəyirəm. Sürməyi. Şabalıdı da düzəltmədir. Çəhrayı sözü isə sadə olacaq. Hansı nümunədə ilk söz yalnız xitab kimi düşünülə bilər? Sahib, Elşən, Tuqayı tədbirə dəvət etdilər. Biz bunu mübtədə kimi də götürə bilərik. Sahib, Elşən, Tuqayı tədbirə dəvət etdilər. Həmcins tamamlıqlar kimi də götürə bilərik. Yalnız xitab kimi düşünülə bilməz. Sabir, Orxan, Turac və Anarla danışılsın. Bunu da yenə həmcins tamamlıq kimi götürmək mümkündür ilk sözü. Akif, Vəli və Toğrul danışsınlar. Yenə üçünü kim danışsın? Akif, Vəli, Toğrul üçünü də həmcins mübtədə götürmək mümkündür. Aysu, Nuray, Zəhra ilə məsləhətləşsin. Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Burada Aysunu biz mübtədə Nuray və Zəhra ilə məsləhətləşsin isə Nuray və Zəhranı tamamlıq götürə bilirik. Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Burada Y variantı daha uyğundur. Çünki Lalə burada xitab kimi iştirak eləyir. Əgər olsaydı ki, dadə bağlayıcısı Lalənin yanında, o zaman Laləni biz götürə bilərdik mübtəda kimi. Yəni burada Lalə xitab kimi götürülməlidir. 36-da da cavab Y olması daha uyğundur. Birazdan da inşallah mətn testlərinin izahını paylaşmağı düşünürəm. Sağ olun.